Salam, biz bugün sizlərlə 2023-cü ilin qəbul suallarından biri olan 83-cü suala baxacağıq. İlk öncə sualımızın şərtini oxuyaq. Python dilində yazılmış proqramın yerinə yetirilməsi nəticəsində ekrana 40 qiyməti çap olunubsa, sual işarəsinin yerinə hansı ədəd olmalıdır? Deməli, biz h-ımızın ilkin qiymətini tapmalıyıq. Bizdən çünki məsələ h-ın ilkin qiymətini istəyir. Bunun üçün də biz nəyə baxmalıyıq? İlk öncə şərtimizə baxmalıyıq. Bizim şərtimiz while ilə verilib və o da deməkdir ki, t 6-dan kiçikdir. Yəni t nə zaman 6 olarsa, biz dövrdən onda çıxmış olacağıq. Düzdürmü? Deməli, ona görə də biz dövrlərimizin sayını tapmalıyıq və bunun üçün də hər dəfə t-nin üzərinə 1 gələrək nə zaman ki 6 edir, onda biz dövrümüzün sayını tapmış olacağıq və t-imizin də ilkin qiyməti biz bilirik ki 1-dir. Gəlin bunu hesablayaq. Birinci dövrdə t hansı qiymət alır? 1 üstə gəl 1, 2 qiymətini. İkinci dövrdə t axı sonuncu qiyməti 2 olduğu üçün hansı qiymət alacaq? 3 qiymətini. Üçüncü dövrdə 4, dördüncü dövrdə t 5 qiymətini alır və 5-ci dövrdə isə t 6 qiymətini alır və şərtdə də t 6 qiyməti aldığı zaman nə edir? Dövrdən çıxmış olur. Deməli, bizim dövrlərimizin sayı neçədən oldu? 5 dənə. Yəni biz gövdəyə 5 dəfə düşmüş oluruq. Yəni dövrümüz d bərabərdir 5. Və biz də h-ımızı bu yolla tapa bilərik. Deməli, h bərabərdir. H çıxılsın 10 vur d yazsa, yəni biz h-ı da 5 dəfə dövr etməliyik, düzdürmü? 5 dəfə düşməliyik. Bunun üçün də bir də biz bir şey unutmamalıyıq ki, h-ın sonuncu qiyməti 40 qiymət olub. Yəni h printə ekrana 40 qiymətini çıxarıb. Deməli, biz h çıxılsın 10 vur d-ni 40-a bərabər etməliyik. Və bununla da h bərabərdir. Dövrümüz 5-dirsə, 10 deməli 40 üstə gəl 10 vur 5 bu da edir. H bərabərdir 90. Deməli, h-ın ilkin qiyməti 90 olub.